Məsələ, Uşaq Birliyi Təşkilatı rəhbərinə hazırlaşan hər kəsə aiddir əslində bu. Yəni, olmazsa olmazı təhsil haqqında qanundur. Aydındır? Bəli. Yəni, təhsil haqqında qanundan Uşaq Birliyi Təşkilatı rəhbərlərinə hazırlaşan, yəni namizədlərdən söhbət gedir. Onların hər birinə imtahanda sual düşür bu qanundan. Yəni, bütün qanunverici sistemi öyrənməyə ehtiyac yoxdur. Əksər hallarda, yəni, mən fikir vermişəm, müəllimlərin bəziləri deyib, arxaycan danışmaq kimi çıxmasın. Demək olar ki, bütün qanunverici sistemi öyrədirlər, amma onların bir qismi var ki, təxminən 10-12 maddədir ki, onları biz bilsək bəs eləyir. Bax, bu nədir? Təhsil haqqında qanunun 2-ci maddəsi vacib maddədir. Bundan imtahana düşə bilər. Nədir bu? Yəni, 2-ci maddə nə deyir? Deyir ki, təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi. Yəni, 2-ci maddə budur. Yəni, ümumi təhsil haqqında qanundan danışmırıq ha biz. Yəni, səhv salmayırlar. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi var. Onun 2-ci maddəsi imtahana düşən maddədir. Yəni, təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi. Bax, belə gedir adı. Yəni, ümumilikdə 3 dənə bənddən ibarətdir, Sevda xanım. Deməli, nədir bu? Deyir ki, təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının konstitusiyasından, təhsil haqqında qanundan, məktəbə qədər təhsil haqqında qanundan, ümumi təhsil haqqında qanundan, peşə təhsil haqqında qanundan, Azərbaycan Respublikasının qanunlarından, yəni digər qanunverici sistemdən, təhsil sahisinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Öncəki dərslərimizdə mən sizə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nə olan şeydir? Mənə elə gəlir ki, izah eləmişdim. Deməli, ikinci bəndi nədir? İkinci bəndi bu maddənin deyir ki, bizə belə deyim də sizə, təhsil qanunvericiliyinin əsas məqsədi, yəni məqsəddən söhbət gedir ha, təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsil alanların və təhsil verənlərin. Bax, belə sual verim sizə. Təhsil alanlar kimlərdir? Təhsil alanlar, Aha, şagirdlər, aha. tələbələr, Sonra müəllim özü də təhsil ala bilər o də. artıq olur müdavim. Müdavimlər. Aha. Bax, yadda saxla. Biz təhsil almağa necə başlayırıq? Birinci bağçaya gedirik də, düzdürmü? Məktəbə qədər təhsil. Düzdür? Bu biz artıq onlara şagird yox, uşaq deyirik. Biz başlayanda həmişə də belə bir sual verirsə bizə ki, təhsil alanlar kimdir? Biz avtomatik olaraq ilk öncə, yəni daha doğrusu ilk öncə ikisi də eyni mənə kəsb eləyir. Yəni, öncə biz başlayırıq uşaqlardan. Uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, rezidentlər, magistrantlar, adyunktlar, aydındır? İndi biz rezidentlər ixtisas fərqinə görə tippi sahəyə aiddir də, düzdür? Tippi sahənin tələbələrinə aiddir. Adyunktlar isə hərbi ixtisaslarla bağlı olan belə deyim də, adyunkturadan söhbət gedir. Bir təhsil səviyyəsi, ali təhsil pilləsinin adyunktura bir səviyyəsidir. Sonuncu, üçüncü səviyyəsidir. Bərabərdir doktoranturaya. Aydındır? Yəni, doktorantura, adyunktura bərabər səviyyədir. Sadəcə olaraq ixtisas fərqi var. Adyunktura hərbi ixtisaslarla bağlı olan bir məsələdir. Misal üçün, magistratura səviyyəsi ilə rezidentura səviyyəsi eyni səviyyədir. Amma ki, rezidentura, belə deyim sizə, tippi sahədir. Tippi sahədə, düzdürmü? Magistratura ancaq ümumi geniş bir anlayışdır. Bütün, belə deyim də, ixtisaslar aiddir. Sadəcə tippi ixtisaslar rezidentura deyirik də biz. Aydındır? Yəni, bunlara biz, adını çəkdiyimiz şəxslərə biz deyirik nə? Təhsil alanlar. Həmçinin müdavimlər də bura aiddir. Təhsil verənlər kimlərdir? İndi biz təhsil haqqında qanunun 31.0.1-ci, 2-ci bəndlərin biz indi keçəcək. Yəni, 31-ci maddəni öyrənəndə bunu geniş şəkildə izah edəcək. Sadəcə olaraq belə deyim də, bir yaddaş kitabçası kimi qeyd eləmək lazımdır. Yəni, təhsil verənlər kimlərdir? Müəllimlərdir, pedaqoji iş aparanlardır, psixoloqlardır, logopedlərdir, defektoloqlardır, Uşaq Birliyi Təşkilatı rəhbərlərdir. Yəni, siz texniki işçi gedmirsiniz bu BTR-lər. Aydındır? Pedaqoji, onlar da müəllimlər kimi 56 günlük məzuniyyətə çıxırlar. Aydındır? Həmçinin sosial pedaqoqlar var, hərbi rəhbərlər var. Bunlar hamısı gedir nə? Təhsil verənlər. Aydındır? Ay, sağ ol. Daha sonra deyirik ki, biz təhsil alanların, təhsil verənlərin ardı necədir? Fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti, həmçinin inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.
Aydındır. İndi bizim belə deyim də qaranlıq qalan məsələ fiziki və hüquqi şəxslərdir. Mənə elə gəlir ki, öncəki dərsdə bunu da qeyd etmişdik. Fiziki şəxs Azərbaycan Respublikasının bütün vətəndaşları fiziki şəxslər sayılır. Hüquqi şəxslər isə müəssisədir, qurumdur, orqandır. Aydındır. Fikir vermisiniz, belə deyim də xəbər saytlarında və ya televizorda falan deyir ki, fiziki şəxslər 1000 manat cərimələnir, hüquqi şəxslər isə belə deyək də 1500, 2000, həmişə hüquqi şəxslər bir qədər çox cərimələnir. Aydındır. Hə. Burada qaranlıq bir şey qalmadı sizə? Xeyr. Əla. Mən bir dənə sual getmək Buyur. istəyirəm. Buyur. Deməli, bilmək istəyirəm, bizdə, mən indi baxdım, laborantlar hələ ki yazılıb sənədləri verə bilərlər. Hələ ki bu UBTR heç nə çıxmayıb. Bax belə deyim mən sizə. Aydındır sizin sualınız. Bax məsələ bir var imtahan ola hər hansısa bir regionalda, misal üçün Quba Xaçmaz regional təhsil idarəsində, ola bilər Şəki-Zaqatala regional. Yəni region bölgədir. 5 dənə rayon, 6 dənə rayonda. Amma Bakı şəhərdə, yəni böyük bir ərazisi var. Regionallara baxa, düzdürmü? Yəni bu istər-istəməz hissə-hissə gedəcək. Və inandırım ki, sizə hal-hazırda elan olunmuş vakansiyalar üçün, yəni müraciət edənlərin sayı hətta onlarla şəxslər olacaq. Yəni onların yerləşdirilməsi, imtahanların keçirilməsi, yəni bir növ vaxt, zaman məsələsi olduğu üçün pillə-pillə keçiriləcək. Amma mütləq şəkildə bundan sonra, yəni bu imtahan prosesindən sonra təbii ki, Uşaq Birliyi Təşkilatı rəhbərlərinin də imtahanlar keçiriləcək. Amma yenə deyirəm mən sizə ki, pillə-pillə olur bu. Misal üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsi imtahanları Şirvan-Salyan 15 mart, 16 mart eləmişdi. Hər gün üçün 2 seans. Çünki namizəd çoxdur. Aydındır. Temboyla 5 rayonda Şirvan-Salyan Regional Təhsil İdarəsi. Amma Bakı şəhərində çoxdur axı. Həm əhali sıxlığı çox, namizəd sayı çoxdur. Aydındır. Yəni bu məsələlərə görə. Buyurun, buyurun. Deyirəm, bizdən bu Uşaq Birliyi Təşkilatı rəhbərinin olmaz qəbulu. Mən heç olmasa laboranta verim də, yəni qalmayın belə var. Amma belə hal-hazırda siz laborantlığa da imtahan verə bilərsiniz. Orada heç bir problemi yoxdur ki, onsuz. Amma laborant istəmirəm də artıq. İstəyirəm Uşaq Birliyi Təşkilatı. Olsun. Bax, siz burada taktikada işlədə bilərsiniz də. İndi hazır deyək ki, laborant özə deyəsən müsahibə mərhələsində olacaq. Mən sizə kömək eləyərəm, narahat olmayın. Onun materialını göndərərəm də sizə. Yəni Uşaq Birliyi Təşkilatı rəhbərlərinə baxanda, yəni o imtahanına baxanda, laborant imtahanı bir qədər asan, bir qədər yox, asan da olur. Doğrudan asan da olur. Mən onun materialını göndərərəm. Onu hazırlaşıb imtahan verərsiniz. Yaxşı? Prosta deyirəm, bizdən ola bilərmi ki, UBTR vəbşi imtahan olmasın? Ya onun olmamaq şansı yoxdur. Doğrudan. Onu gözləyim, onu verərəm. Yo, siz burada özünüzü sınayın da. Bunun nəyi pisdir? Deyirəm, laboranta verib sonra bu bitinə götürməzlər məni. Niyə götürmürlər ki? Seramın onsuz da yenə də ayrı-ayrı vaxtlarda verdiyiniz imtahandır da. Qeydiyyat Hə, axı. yəni bax bilirsiniz nə demək istəyirəm. O onlayn deyəndə ki, siz çalışın sənədlərinizi aparın özünüz verin. Yəni hə. İkincisi də ki, ehtiyat kadr yenə də siz qalırsınız da. Ən azından UBTR geciksə laborant kimi işləyə bilərsiniz. İşləyə-işləyə daha sonra imtahan da verə bilərsiniz. Onun heç bir problemi yoxdur sizin üçün. Aydındır. Daha sonra biz təhsil haqqında qanunun 2-ci maddəsinin 2 bəndini öyrəndik. İndi 3-cü bəndi var. 3-cü bəndi belə deyim, 2-ci maddənin özəyini təşkil edir. Nədir? Yəni təhsil haqqında qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini müəssisələr, belə deyim, dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsullar yanında təhsil müəssisələrinə şamil edilmir. İndi biz əmək məcəlləsini tam əhatəli şəkildə keçmirik, amma əmək məcəlləsində dərs keçdiyim şəxslər yaxşı bilir ki, əmək məcəlləsinin 6-cı maddəsi var. Əmək məcəlləsinin şamil edilmədiyi şəxslərdir. Bax, həmin o maddə var idi, əmək məcəlləsinin 6-cı maddəsi. Kimləri də əmək məcəlləsi kimlərə şamil edilmirdi? Hərbi qulluqçular idi, məhkəmə hakimləri idi, millət vəkillərimiz idi, bələdiyyə seçilmiş şəxslərdir. Yəni 6-cı maddəni oxusuz rahat formada biləcəksiniz də, yəni vaxt itirməyək deyə qısaldıram. Yəni 2-ci maddənin 3-cü bəndi də təhsil qanununun belə deyim, şamil edilmədiyi müəssisələr, dini təhsil müəssisələrdir. Xarici dövlətlərin diplomatik nümayəndəlikləri, konsulluqlar yanında təhsil müəssisələrinə təhsil haqqında qanun şamil edilmir. Bir də təhsil haqqında qanunun ən vacib, yəni əsas maddələrindən biri 3-cü maddə. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən bəhs edir bizə. Yəni bunu ola bilər ki, əzbərləyəsiniz. Amma bunun metodları var ki, mən onu sizə izah edəcəm. O formada öyrənsəz yadınızda qalacaq. Yəni prinsip cəhətdən təhsil sahəsinin dövlət siyasətinin belə deyim, maddə 3-cü maddə belə gedir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləridir. Yəni bu prinsipiallıq, bu siyasət bütün sahələrdə dövlətimiz tərəfindən
ayrı-ayrı kateqoriyalarda müəyyən edilib. Yəni təhsil sahəsində də 10 dənə prinsipimiz var. Misal üçün hansı prinsipdir bu? Birinci prinsipimiz gəlir humanistlik prinsipi. Yəni humanistlik sözü human sözündən də, yəni insan mənasında gedir bu sözün lüğəvi mənası, tərcüməsi. Milli və ümumbəşəri dəyərlərin, bax fikir ver. Milli, yəni bizə aid olan, ümumbəşəri təkcə dünya bizdən ibarət deyil axı, düzdürmü? Digər xalqlar var, millətlər var, dövlətlər var və s. və ilaxır. Ona görə deyirik ki, milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları, üzr istəyirəm, İnsan hüquqları, azadlıqları, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunmasına biz nə deyirik? Humanistlik prinsipi. Bax, burada səni digər prinsiplərdən misal üçün deyim də, milli və dünyəvilik prinsipində də milli və ümumbəşəri sözü işlənir. Bu humanistlik prinsipində bunları qarışdırmamaq üçün biz necə eləyə bilərik? Misal üçün, burada 3 söz var ki, hörmətli, tolerantlıqdır, dözümlülükdür. Bax, bu 3 söz humanistlik prinsipində işlənir və ardıcan gəlir ki, prioritet kimi qəbul olunması. Yəni, humanistlik prinsipini əgər biz testdə axtarırıqsa, bu 3 söz hansında varsa, bu artıq humanistlik prinsipi. Yəni, variantlara baxırıq da, aydındır. Yəni, bir növ biz cavabı bilməyəndə abituriyent vaxtı necə işləyirdik? Variantlarla işləyirdik. Misal üçün, 5-ci variant səhv variantı, deməli A, B, C, D, Y variantlarında 5 işlənibsə, o səhvdir. Biz onları çıxırdıq, yadınızdadır. Bu formada da biz testi işləyə bilərik. Aydındır? Yəni, eyni qayda, eyni strukturadır. Daha sonra demokratiklik prinsipi. Təhsil alanların azad düşüncə ruhunda, fikir verin, təhsil alanların, biz təhsil alanlar dedik kimləri idi? Uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, aydındır? Saydıq bayaqlar yazılır. Yəni, təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət ictimai əsaslarla təşkilində və idarə edilməsində, səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisəsinin muxtariyyətinin artırılması, bu prosesə biz deyirik demokratiklik prinsipi. Bunu da yadda saxlamağın ən rahat yolu təhsil müəssisəsinin muxtariyyətinin artırılması sözüdür. Bu sadəcə və sadəcə demokratiklik prinsipindədir. Aydındır? Yəni, demokratiklik prinsipini biz əgər testdə axtarırıqsa, təhsil müəssisəsinin muxtariyyətinin artırılması sözünə baxsa, həmçinin təhsil alanların azad düşüncə ruhu. Demir, təhsil verənlərin azad düşüncə ruhunda. Təhsil alandan söhbət gedir demokratiklik prinsipi. Daha sonra bərabərlik prinsipi. Bərabərlik prinsipi, yəni adından da bəllidir ki, yəni kütləvi şəkildə bu hamıya aid olan bir məsələdir. Yəni təkcə təhsil alanlardan söhbət getmir. Burada təhsil verənlər də aid edilir. Bax, nədir məsələ? Bütün vətəndaşlar deyəndə biz nəyi nəzərdə tuturuq? Hamı. Düzdür? Azərbaycan Respublikasının vətəndaşlarından söhbət gedir. Yəni bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunmasıdır. Aydındır, nə demək istədim sizə? Nə olsun, onun misal üçün deyək də, sosial vəziyyəti yaxşı deyil, sağlamlıq imkanları məhduddur və s. və ilaxır. Aydındır, bəzən elə şagird, ümumiyyətlə vətəndaşlarımız olur ki, valideynin birini itirib. Bu o deməkdir ki, o təhsildən yayınmalıdır. Xeyr, onun təhsil hüququ var, konstitusyon hüququdur. Konstitusyon 42-ci maddəsində bu var. Aydındır? Yəni, bu bərabərlik prinsipi bütün vətəndaşları, yəni ümumilik təşkil edən bir prinsipdir. Gəldik çatdıq millilik və dünyəvilik prinsipinə. Mən bayaqlar dedim ki, milli və ümumbəşəri sözlərini işlətdim, milli və ümumbəşəri dəyərləri. Bax, burada da humanistlik prinsipində mən söz açmışdım da bunda. Humanistlik prinsipində dedik ki, hörmət, tolerantlıq və dözümlüyün prioritet kimi qəbul olunması, bu sözləri yadda saxlasan, bil ki, humanistlik prinsipidir. Amma milli və dünyəvilik prinsipində milli və ümumbəşəri dəyərlərin qorunması sözü var. Həmçinin ardıcan gəlir ki, onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsidir. Yəni, burada da humanistlik prinsipindən fərqli olaraq, yəni belə deyim də, milli və ümumbəşəri dəyərlərin bir növ vəhdət halında, yəni qovuşması halında inkişaf etdirilməsi, yaradılmasından söhbət gedir. Aydındır? Keyfiyyətli prinsipi isə bu prinsiplər içində ən sadəsi, ən rahatıdır. Yəni keyfiyyətdən söhbət gedir burada. Təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, həmçinin şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğuna biz deyirik keyfiyyətli prinsipi. Aydındır? Yəni bizim dövlət olaraq, ölkə olaraq bu təhsil sistemindən və ya təhsil proqramından, təhsil standartından qazancımız nə olacaq? Yəni qazanc deyəndə söhbət burada maddi qazancdan getmir də, kadr, peşəkar kadrdan gedir.
Aydındır? Misal üçün biz kurikulumu tətbiq edirik ölkədə, düzdür? Bizim bu kurikulum bizə nə verəcək? Biz artıq bu ümumbəşəri bir şeydir. Yəni dünyada müəyyən qism var ki, kurikulumdan istifadə edir. Düzdür? Bizdə öz milli belə deyim də, biz danışanda dedik ki, millilik və dünyəvilik prinsipi də, düzdürmü? Biz dedik ki, milli və ümumbəşəri dəyərlərin dialektik vəhdədir. Yəni biz bunları həm ümumbəşəri olsa da belə, biz bunu özümüzünkiləşdirməliyik də, özümüzə aid olan xüsusiyyətləri ora qatmalıyıq. Başa düşdün? Çünki bizim də milli bir ənənələrimiz var axı, düzdürmü? Daha sonra səmərəlilik prinsipi gəlir. Səmərəlilik prinsipi də keyfiyyətlilik prinsipi kimi sadədir. Yəni onu testdə tapmaq çox rahatdır. Təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, yəni bir şeyin səmərəli olması üçün onun inkişaf etmiş, onun aktuallığı, onun obyektivliyi nəzərə alınmalıdır. Yəni misal üçün də bu mouse mənim üçün, yəni nə qədər əhəmiyyətlidir, nə qədər aktualdır. O qədər də səmərəlidir mənim üçün. Aydındır? Mən bunu demək istəyirəm sizə. Yəni belə deyim də sizə, elmi yaradıcılığı daim inkişaf eləyən, faydalı və son nəticəyə, yəni sonda mənim qazancım nədir? Son nəticəyə istiqamətlənən müasir metodlarla təşkilinə biz deyirik səmərəlilik prinsipi. Okeydir? Çətin deyil. Əla. Ardınca gəlir fasiləsizlik, vəhdətlilik, bir də daimilik prinsipi. Mövcud təhsil standartları, tədris proqramları, həmçinin planları, yəni bunların əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsinin imkanı, daha sonra gəlir burada təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin belə deyim də təmin olunması və onun insanın bütün ömrü boyu, yəni həyatı boyu ardıcıl davam etməsinə biz deyirik fasiləsizlik, vəhdətlilik, daimilik prinsipi. Bax, təhsilin belə deyim, səviyyəsi ayrı bir şeydir. İndi burada diqqətli olmalı olduğumuz bir neçə məsələ var. Təhsilin səviyyəsi ayrı bir məsələdir. Təhsilin pilləsi tamamilə ayrı bir məsələdir. Yadınızdadır, biz kitab oxuyarkən məktəb vaxtı kitabın bir bölməsi, yəni adi əsərlərdə də var bu. Kitabın bölməsi olur, fəsli olur, paragrafı olur. Yadınızdadır bunlar? Təhsilin pilləsi, təsəvvür elə ki, kitabın bir kitabdan sonra təhsilin pilləsi həmin kitabın bölməsidir və ya fəslidir. Bir fəsil kimi nəzər. Həmin fəslin nəyi olur? Paragrafları olur. Aydındır? Birinci paragraf, ikinci, üçüncü, dördüncü, beşinci. Bax, yəni təhsilin pilləsi deyəndə, misal üçün, məktəbə qədər təhsil pilləsi. Bu təhsil pilləsidir. Amma məktəbə qədər təhsil pilləsinin səviyyəsi yoxdur. Aydındır? Ümumi təhsil pilləsinin ancaq səviyyəsi var. İbtidai. Misal, ibtidaidən də başlanırıq da məktəbə hazırlıq qrupları var. Bu artıq bir səviyyə kimi qeyd edilir. Daha sonra ümumi orta təhsil səviyyəsi, üzr istəyirəm, ibtidai təhsil, ardınca gəlir ümumi orta təhsil səviyyəsi. Daha sonra tam orta təhsil səviyyəsi. Ardıcıl olaraq necədir? Məktəbə hazırlıq, yəni 5 yaşlılar da, düzdür? İbtidai təhsil, misal 4-cü sinifə qədərdir. Ümumi orta təhsil səviyyəsi 9-cu sinifdir. Tam orta təhsil səviyyəsi də təbii ki 11-ci sinifdir. Yəni attestatın verildiyi vaxtda 9-da da verilir söz yox. Yeni qayda qanunlara görə. Yəni ümumilikdə bu adın sadaladığımız səviyyələr ümumi təhsil pilləsinin səviyyələridir. Aydındır? Eyni ilə peşə təhsilində var. Ali təhsil, bir ağları, misal üçün biz danışdıq doktoranturadan, magistraturadan, bakalavrdan, düzdürmü? Bu da ali təhsil pilləsinin səviyyələridir. Aydındır? Bir alt kateqoriya kimi fikirləş bunu. Rahat bir şeydir. Mən sənə bunu 17-ci maddəni keçəndə rahat formada izah edəcəm. Yəni elə də çətinliyin olmayacaq. Çox rahat bir belə deyim də 17-ci maddə özü-özlüyündə çox belə deyim sadə maddədir. Yəni bunu yenə də mən sənə izah eləyəcəm. Bir də gəldik çatdıq. Bəli. Bəli. Gələndə keçən dəfəki kimi lazım olan maddələri göndərəcəksiniz yenə, yoxsa Əlbəttə ki, elə şey olar. Mən sənə materialsız qoyuram. Hardın xeyirsən? Yəni ümumiyyətlə bütün dərslərin materialını mən göndərirəm. Gəldik çatdıq biz təhsil sahəsində dövlətin siyasət fikrim qarşıdır. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri daxilində biz deməli öyrəndik 7 dənə prinsipi. 8-ci prinsip gəlir liberallaşma. Liberallaşma nədir? Təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsidir. Bir dənə cümlədir. Mən bunu indi konspekt halında sənə göndərəcəm. Rahat formada öyrənirsən. Daha sonra varislik prinsipi. Bax, indiki hal-hazırda olan bizim təhsil sistemimiz var da, hansısa bir dövrün bir varisi, belə deyim də, hansısa bir dövrün, bir nəslin, belə deyim də, biz varisləriyik də, düzdürmü?
Bax, təhsil sistemimiz, indiki təhsil sistemi də hər hansısa bir dövrün, belə deyim, bizə gəlib çatan əmanətidir. Yəni, təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti dövrə, növbəti nəslə çatdırılmasına, ötürülməsinə varislik prinsipi deyirik biz. Ən populyar olan, belə deyim, prinsiplərdən biri, indi hal-hazırda prioritet prinsipidir, inteqrasiyadır. Milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, adaptasiya olunması və qovuşmasına biz deyirik, yəni bunlar əsasında biz buna deyirik inteqrasiya prinsipi. Aydındır? Mənə elə gəlir ki, elə də çətin deyil bunlar. Amma istənilən halda bir qədər təkrarlamalısan. Mən bununla bağlı sənə material da göndərəcəm təbii ki. Amma yenə də təkrar elə. Nəyi də bilməsən soruşun məndən. Yaxşı? Bizə vacib olan maddələrdən biri də 5-ci maddədir. Təhsil hüququna dövlətin təminatı. Belə gedir maddə, 5-ci maddə. Bunu mən sənə ev tapşırığı kimi verəcəm. Evdə bunu artıq öyrənəcəksən. Daha sonra bizə lazımdır. Bax, fikir versənmi? Biz gəldik 2, 3, indi 5-i verdim evə. Dedim, mən sənə material verəcəm, öyrənəcəksən bunu. İndi isə biz gəlirik 7-ci maddəyə. Fikir versən, ortada zəncir qırılır. Gəlməli neçə əslində? 1, 2, 3, 4, sonra 5. Düzdür, 4 bizə imtahana düşmür. Düşsə də belə, nadir hallarda düşür. Daha sonra indi keçəcəm mən sizə 7-ci maddə tədris dilindən bəhs edir. Fikir verirsən 5-dən sonra 6 gəlməlidir, 6-nı da saxlayırıq. Demirəm, öyrənməyək. Amma vacib olanları biz öyrənməliyik də, düzdürmü? Bizə hal-hazırda vacib olan Təhsil haqqında qanunun 7-ci maddəsidir. Tədris dilindən bəhs edir. Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris dili hansı dildir? Dövlət dilidir. Bizim də dövlət dilimiz hansı dildir? Azərbaycan dilidir. Düzdür? Yəni, vətəndaşların, bax, 7-ci maddə əslində 3 dənə bənddən ibarətdir. 2-ci maddədə dediyim kimi, bu da 2-ci maddə kimi 3 bənddən ibarətdir. Amma fərqli prinsipiallıq var burada. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin, yəni təsisçi deyəndə onu ərsəyə gətirən, qrup yaradandan söhbət gedir də. Yəni, belə deyim, ərsəyə gətirən məsələsi var burada. Təhsil müəssisəsinin təsisçilərinin istəyi nəzərə alınaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan, qurumla razılaşmaya uyğun olaraq təhsil müəssisəsinin tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Misal üçün, Rus sektoru. Misal üçün deyirəm də. Amma tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatdır, tarixidir, coğrafiyası mütləq şəkildə tədris olunmalıdır. Bununla bağlı valideynlər Rus sektorunda təhsil alan şagirdlərin valideynlərindən söhbət gedir. Bir vaxt öncə belə deyim də, etiraz edirdilər ki, Azərbaycan dili keçirilməsin falan da. Yəni. Bununla bağlı cənab nazir çox qəşəng tutarlı cavab verdi. Sən necə yəni Azərbaycan dili keçirilməsin falan da. Yəni, sən bu ölkənin vətəndaşısan, yəni bir vətəndaş olaraq sən Azərbaycan dilində səlis şəkildə danışmalısın. Yəni, çox adam bəyənmir, amma nazirin o fikri doğrudan deyirəm, çox yaxşı bir fikir idi. Həmçinin onu da deyim ki, mən sənə tədris dilini zəif bilən təhsil alanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada belə deyim, təhsil proqramlarına uyğun hazırlıq sinifləri, kursları da təşkil edilir. Ən əsas məsələlərdən biri təhsilin formaları. 12-ci maddə, təhsil haqqında qanunun 12-ci maddəsi vacib olan maddələrdən hesab edilir. Nədir bu? Təhsilin formaları başqa şeydir. Təhsil alma formaları başqa şeydir. Ən çox müdavimlər bunda çaşırlar. Təhsil formasından təhsil alma formasında. Həmçinin təhsilin formalardakı bildiyimiz kimi 3 forması var. Formal təhsil, qeyri-formal, bir də informaldır. Bunları da bir-biri ilə qarışdırırlar. Misal üçün, formal təhsil nədir? Belə deyim də, yekunda dövlət təhsil sənədinə dövlət təhsil sənədinin yekunlaşan təhsil formasına biz deyirik nə? Formal təhsil forması. Düzdür? Misal üçün, atestat verilə bilər, diplom verilə bilər. Yəni, dövlət tərəfindən tanınan rəsmi sənədlə yekunlaşırsa, həmin belə deyim, məzun oluruqsa, bizə sənəd verilirsə, bu olur formal təhsil forması. Qeyri-formal ola bilər, biz kursa gedərik, repetitor yanına gedərik və s. və ilaxır. Yəni, belə deyim də, müəllimlə hazırlaşırıq, loru dildə desək. Amma həmin müəllim bizə dövlət təhsil sənədi vermir. Biz buna deyirik nə? Qeyri-formal təhsil forması. İnformal təhsil forması isə, misal üçün, siz müəllim yanına getmirsiniz, hər hansısa bir müəssisə təhsil almadan öz bilik və bacarıqlarınızı inkişaf etdirirsiniz, bilik bacarıqlara, belə deyim də, sahib olursunuz.
Aydındır? Bu olur informal təhsil forması. Okeydir? Bəs yaxşı, təhsil alma forması nədir? Təhsil alma forması təhsil formasından fərqlənir. Amma belə deyim sənə, yadda saxlamaq bunları asandır. Misal üçün, ola bilməz ki, indi tam sizə demirəm, amma əksər müdavimlərimizdə, yəni dərsləri paylaşıram, orada da misal üçün yazanlardan söhbət gedir də. Misal üçün, bizim nənələrimiz, babalarımız biz universitet daxil olanda nə deyirdi? Abi, sən gündə gedib gələsən məktəbə, yoxsa 6 aydan bir, 8 aydan bir bax. O gündə gedilən dərslər var ha, ona deyirik əyani təhsil alma forması. Yəni gündəlik məşğələlərdə, seminarlarda iştirak etmədir bu. Yaxşı? Yəni iştirak eləyiriksə bu əyani təhsil alma formasıdır. Bu ümumi təhsil müəssisələrində belədir. Aydındır? Amma forma olaraq, təhsil forması olaraq formaldır bu. Aydındır? Yəni söz yox, qeyri-formal da ola bilər, amma təhsil sənədi verilirsə, dövlət təhsil sənədinə yekunlaşırsa sonunda, təbii ki, bu olur formal. Daha sonra qiyabi, daha sonra olur distant. Yəni distant nədir? Biz hal-hazırda distant təhsil alma formasından siz istifadə edirsiniz. Yəni aramızda məsafə var da, düzdürmü? Siz Bakıdasınız, mən Salyanında, düzdür? Bu distant təhsildir. Amma təhsilin forması olaraq bu gedir qeyri-formal. Formal deyil, nə də informal deyil. Yaxşı? Forma olaraq siz qeyri-formal təhsil formasından istifadə edirsiniz. Təhsil alma forması olaraq isə distant təhsil alma formasından istifadə edirsiniz. Yaxşı? Bunu yadda saxlayın. Distant yəni ki, məsafədən olanda sərbəst və eksternat bunlar ayrı-ayrı məsələlərdir. Sərbəst ola bilər ki, şagirdin bilik, bacarığı yüksək səviyyədə 4-cü sinifdə oxuyur, amma bilik, bacarığı 5-ci sinif səviyyəsindədir. Müəyyən attestasiya komissiyasının rəyindən sonra həmin şagird 1 sinif, 2 sinif irəliyə qalxa bilər. Yəni keçə bilər. Ola belə deyim də, olur bəzən belə hallar. Mən televizorda falan eşitmişəm. Ümumiyyətlə uzaqdan uzağa tanıdığım şəxslər də var ki, 16 yaşında 15 yaşında məktəbi bitirir, universitetə qəbul olur. Yəni bu şəxs bilik bacarıq yüksəkdir. Müəyyən attestasiya komissiyasının rəyindən sonra 1 sinif, 2 sinif irəliyə atılır. Yəni rahat formada 11-ci sinifi tez bitirir. Aydındır? Misal üçün 19 yaşında bakalavriatı bitirir, magistraturaya sənəd verir, qəbul olur. Yəni onların həmin o şəxslərin misal üçün də Lordilisi taytuşları hələ universitet təzə girir, 1-ci, 2-ci kursda oxuyur. O şəxs ancaq magistrant tələbəsidir. Aydındır? Belə məsələ. Eksternat təhsil alma forması isə müəyyən səbəblərdən bir şəxsin təhsildən uzaqlaşmasıdır və müəyyən zamandan sonra eksternat qaydada dövlət təhsil sənədini almaq üçün müraciət eləyir. Yəni o formada imtahan verir. Təhsil alma formalarından evdə təhsil, fərd təhsil, stasionar təhsil də var. Amma bunları bilməyin kifayətdir. Çünki imtahanda bunun dərinliyinə getmirlər. Yəni öyrənə bilərsən, o söz yox. Yəni bildiyimiz dərsimizdən kənar vaxtı da biz bunu öyrənə bilərik, problem yoxdur. Amma istənilən halda hal-hazırda biz imtahana hazırlaşırıq deyə buna nə ilə gəlir ki, ad olaraq bilsin, bəs eləyər. Yaxşı? Daha sonra bayaqları mən dedim ki, 10 yox, 5-ci maddəni deyəsən ev tapşırıq kimi verdim də sizə, düzdür? Aysa. İndi də sizə ev tapşırığı olaraq 14-cü maddəni verəcəm. Yaxşı, 14-cü maddəni də oxuyasın. Daha sonra 15-ci maddə bizə vacib olan maddələrdən biridir. Təhsil müəssisəsinin təsisindən bəhs eləyir. Keçək bunu da.